Heç var. Necə lazımdır cavab verirəm də susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm ki, güzgüyə bax. Sən burada gəlmirsən bizi ittiham eləməyə. Sual vermir, elə bir ki prokurordur. İttiham edir bizi. Ya sən kimsən ki? İndi jurnalistlərə mənim hörmətim böyükdür. Ona görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Mənə sual verilir ki, Türkiyənin F-16'ları nə gəzirsiniz? Mən cavab verməkdən yorulmuşam. Gedin açın da peykiniz var da, görmürsünüz nə qayır. Gedin baxın da F-16 neyinir? Havadadır, yerdədir. Herkes bilir ki yerdədir. Öyle təlimlər üçün gəlir. Və müharibə başlayanda qalıbdır. Türkiyə qardaşlarımız onları saxlayıblar bizə mənəvi dəstək vermək üçün. Bir də ki, əgər bizə qarşı kənardan agresiya varsa, o F-16'ları görəcəklər. Yaxşı, cəmi 5-6 orada təyyarə